Yəni, gəlin etiraf edək, bu az qala hər gün hamımızın başına gəlir. Bəzən heç vaxtımız olmadığı halda kiminsə xahişinə qeyri-ixtiyari hə deyirik və mağazada gəzərkən heç ehtiyacımız olmayan, ümumiyyətlə siyahımızda belə olmayan bir əşyanı alıb evə gətiririk. Sonra da oturub öz-özümüzə düşünürük ki, mən bunu axı niyə aldım? Tanış gəlir elə deyilmi? Bəs biz niyə belə edirik? Niyə bəzən beynimiz sanki bizim iradəmizdən tamamilə çıxıb avtopilota keçir və heç fərqində belə olmadan başqalarının istəklərinə tabe oluruq? Bugün hazırladığımız bu xüsusi icmalda məhz bu görünməz qüvvələrin arxasında dayanan o sirləri birlikdə açacağıq. Təsəvvür edirsiniz, Professor Robert Cialdini illərlə sadəcə laboratoriyalarda oturub quru nəzəriyyələr oxumaqla kifayətlənməyib. O, insan beyninin necə hak edildiyini, necə ustalıqla manipulyasiya olunduğunu öyrənmək üçün çox fərqli və hətta bəlkə də biraz təhlükəli yola əl atıb. Düz 3 il gizli casus kimi fəaliyyət göstərib. Bəli. Düz eşitdiniz. Hörmətli bir psixologiya professoru avtomobil salonlarında, xeyriyyə fondlarında və telemarketinq şirkətlərində adi bir işçi kimi işə düzəlib, satış agentlərinin sirlərini birbaşa daxildən öyrənib. O, bu insanların bizi razı salmaq üçün hansı fəndlərdən istifadə etdiyini öz gözləri ilə görmək istəyirdi. Və bu 3 illik misilsiz gizli fəaliyyətin nəticəsində bütün dünyada 5 milyondan çox nüsxə ilə satılan, 41 dilə tərcümə olunan o əfsanəvi təsir psixologiyası kitabı ərsəyə gəldi. Bugün biz sizinlə həmin kitabın ən dərin qatlarına enəcəyik. Mən sizə sadəcə sıxıcı nəzəriyyələrdən yox, insan davranışlarını idarə edən, qərarlarımızı formalaşdıran psixoloji hiylə kodlarından danışacağam. Əgər zehni müdafiənizi gücləndirməyə hazırsınızsa, gəlin başlayaq. Baxın, əsl məsələ burasındadır ki, müasir həyatımız informasiya ilə həddindən artıq dolub daşır. Biz hər gün minlərlə qərar verməli oluruq. Beynimiz hər xırda qərarı, hər kiçik təklifi uzun-uzadı düşünə bilməz. Əks halda sadəcə enerjisi tükənər, qısası yanar. Buna görə də bizə sürətli qərar vermək üçün təbii qısa yollar lazımdır. Cialdini də kəşf edib ki, satış və inandırma ustaları məhz beynimizin bu qısa yollarından ustalıqla istifadə edib bizi hədəf alırlar. O, bunları təsirin əsas silahları adlandırır. Gəlin, indi onların hər birini tək-tək sökək və əslində necə işlədiyini görək. Birinci silahımız qarşılıqlılıq, yəni o məşhur borcluluq hissi. İnsanın təbiətində dərin kök salmış bir hiss var. Kimsə bizə bir yaxşılıq edəndə və ya nəsə verəndə dərhal özümüzü ona borclu hiss edirik. İndiyanada bir supermarket sahibi bu psixologiyadan sadəcə dahicəsinə istifadə etmişdi. O, müştərilərə kiçik, pulsuz bir pendir dilimi təklif edirdi. Tamamilə pulsuz. Bəs nəticə inanılmaz idi. Həmin gün cəmi bir neçə saat ərzində mağazada tam 450 kiloqram pendir satıldı. Niyə? Bilirsiniz, çünki o pulsuz nümunəni gülər üzlə qəbul edən, o pendiri yeyən müştəri oradan əli boş çıxmağı özünə sığışdırmır. Ortada heç bir məcburiyyət yoxdur təbii ki, amma daxildə yaranan o səssiz borcluluq hissi insanı satın almağa elə gözəl məcbur edir ki. Keçək ikinci silaha. Sosial sübut. Yəni bir növ başqalarını kopyalamaq vərdişimiz. Biz insanlar nə edəcəyimizi bilmədikdə, qərarsız qalanda mütləq ətrafa baxırıq. Görəsən başqaları nə edir, deyə düşünürük. Otelə getmişsiniz yəqin. Hamamda divarda təbiəti qoruyun, dəsmalı təkrar istifadə edin, yazılır, eləmi? Bu standart mesaj əslində çox adama təsir etmir. Cəmi 35% işə yarayır. Amma o cümləni çox xırda bir toxunuşla dəyişib, sizdən əvvəl bu otaqda qalan qonaqların əksəriyyəti dəsmallarını təkrar istifadə etdiyi yazanda, rəqəm birdən-birə 33% artır. Görürsünüz fərqi? Biz oturub təbiət haqqında fəlsəfi düşüncələrə dalmırıq. Sadəcə, mənim kimi qonaqlar belə edibsə, deməli qayda budur, deyib avtomatik o hərəkəti təkrarlayırıq. Üçüncü silahımız gəlir. Avtoritet, yəni ekspertlərə, rütbələrə və uniformalara şərtsiz tabe olmaq. Uşaqlıqdan bizə öyrədiblər ki, həkimə, polisə, müəllimə, bir sözlə avtoritetə qulaq asmalısan. Tədqiqatlar göstərir ki, fizioterapevtlər sadəcə olaraq tibbi diplomlarını divardan asanda, xəstələrin evə gedib o çətin məşqləri etmə ehtimalı kəskin şəkildə artır. Çünki divardakı o çərçivəli kağız kəllə çarxa çıxmış bir avtoritet simvoludur. Ya da təsəvvür edin, parkomatın yanında kimsə sizdən xırda pul istəyir. O şəxs adi geyimdədirsə, yəqin ki, verməyəcəksiniz. Amma adam xüsusi uniformadadırsa, məsələn, mühafizəçiyə bənzəyirsə, insanların əksəriyyəti heç bir sual vermədən pulu çıxarıb verir. Uniforma avtoritet yaradır. Beynimiz isə avtoritet görəndə sadəcə hə deyir. Dördüncü silahımız azlıq. Yəni, bizi dəli edən o qıtlıq qorxusu.
Bunun sirri çox sadə, amma çox da amansızdır. Əgər bir şey azdırsa, tükənirsə, avtomatik olaraq bizim gözümüzdə daha dəyərli olur. İnsan həmişə əlindən çıxmaq üzrə olan şeylərə daha çox can atır. Onlayn mağazalarda tez-tez görürsünüz yəqin. Yalnız bugün ambarda son 2 məhsul qalıb kimi o qırmızı, həyəcanlı yazıları. Bax, bunlar məhz beynimizin zəif nöqtəsini hədəf alır. O an o əşyaya doğrudan ehtiyacımız olub-olmadığı yadımızdan çıxır, sadəcə başqası almadan tez mən almalıyam panikasına düşürük. Amma ən qəribəsi, hətta gülümsədən tərəfi bilirsiniz nədir? Cialdini deyir ki, ay insanlar qıtlıq yarandığında o məhsulun özü, funksiyası heç dəyişmir ki. Məsələn, qabda qalan o sonuncu peçenyanın dadı heç də əvvəlkilərdən daha şirin olmur. Biz sadəcə qıt olduğuna görə onun daha ləzzətli olduğunu düşünürük. Tamamilə məntiqsiz də əslində, amma etiraf edək, həmişə işə yarayır. Gəlin sizə real bir nümunə verim. 2003-cü ildə British Airways rəsmi olaraq elan etdi ki, məşhur Concorde uçuşları ziyanla işləyir və tezliklə ləğv olunacaq. Sizcə ertəsi gün nə baş verdi? Bilet satışları sözün əsl mənasında partladı. Baxın, təyyarə sürətlənməmişdi, yeməklər eyni idi, biletin qiyməti də ucuzlaşmamışdı. Heç nə dəyişməmişdi axı. Dəyişən tək şey oydu ki, bu uçuşlar artıq tükənirdi. İnsanlar sadəcə bu şansı əldən qaçırmaq istəmədilər. Eyni şeyi daşınmaz əmlakda binada sonuncu mənzil satılanda yaranan o izdihamda da görə bilərsiniz. 5-ci silahımıza gəldik, bəyənmə. Bəli, sevdiyimiz adamlara hə demək dərdi. Açıq danışaq, bəyəndiyimiz, simpatiya duyduğumuz və tanıdığımız şəxslərə həmişə daha rahat hə deyirik. Bəs biz kimi bəyənirik? Elm bunu belə izah edir. Fiziki olaraq cəzib edici olanları, bizə bənzəyənləri, bizə kompliment deyənləri və müsbət hisslər yaradanları. Amerikalı məşhur satıcı Joe Girard bunu o qədər yaxşı bilirdi ki, təsəvvür edin, adam hər ay müştərilərinə 13.000, bəli, düz 13.000 dənə poçta çıxçası göndərirdi. Açıqçanın üstündə isə topu bir cümlə yazılmışdı. Mən səni bəyənirəm. Bu qədər sadə. Və bu adam dünyanın ən çox sətiş edən adamlarından biri olmuşdu. Çünki heç kim onu tərifləyən, onu bəyənən insana yox demək istəmir. Və 6-cı silah tutarlılıq. Sözünün ağası olmaq istəyi. Biz elə yaradılmışıq ki, verdiyimiz qərarlarla ardıcıl olmağa, sözümüzün üstündə durmağa çox çalışırıq. Buna görə də ustalar əvvəlcə sizdən çox xırda, zərərsiz bir xahiş edirlər. Buna psixologiyada qapıdakı ayaq texnikası deyirlər. O kiçik xahişi etdinizsə, vəssalam, artıq o yola girmisiniz. Məsələn, tibb mərkəzlərində bir təcrübə aparıblar. Əgər növbəti vizit vaxtını qeydiyyatçı yox, xəstə öz əli ilə kartın üzərinə yazırsa, gəlməmək halı 18% azalır. Öz əli ilə yaz baxı. Kiçik də olsa bir öhdəlik götürüb, sözündən dönmək, tutarsız görünmək istəmir. Yeri gəlmişkən, Cialdini sonradan bura 7-ci, amma çox güclü bir prinsip də əlavə etdi. Birlik prinsipi. Bu nədir? Əgər qarşımızdakini özümüzdən, öz qrupumuzdan sayırıqsa, ondan qat-qat çox təsirlənirik. Eyni komandaya azarkeşlik etmək, eyni şəhərdən, hətta eyni məhəllədən olmaq belə kifayətdir ki, zehni müdafiəmiz anında sıfırlansın. Bizimkilərdən də deyib dərhal güvənirik. Yaxşı, bəs bütün bunlardan necə qorunmalıyıq? Keçək müdafiə strategiyasına. Bütün bu manipulyasiyalardan, o psixoloji silahlardan qorunmağın ən yaxşı yolu elə fərqində olmaqdır. Yəni, o avtopilot rejimini söndürmək. Kimsə sizə yersiz iltifatlar yağdıranda və ya qəfildən ambarda son 2 ədəd qalıb deyib panika yaradanda dərhal dayanın. Beyninizdə o mehriban satıcı ilə məhsulu bir-birindən tam ayırın. Qərarı o adamın sözlərinə, yaratdığı süni həyəcana görə yox, sırf məhsulun dəyərinə və həqiqətən ona ehtiyacınız olub-olmamasına görə verin. Cialdini'nin bizə çox sərt, amma çox yerində bir xəbərdarlığı var. O deyir, kimsə sırf öz cibini doldurmaq üçün bizim zəifliklərimizdən, o zehni qısa yollarımızdan sui-istifadə edirsə, buna mütləq müqavimət göstərməliyik. Çünki artıq verdiyimiz o səhv qərarların bədəli bizim üçün çox ağır olur. Yəni, emosional manipulyasiyaya boyun əyməyin, sadəcə quru faktlara əsaslanın. Beləliklə, bugün insan beyninin hiylə kodlarını sındırdıq və onları necə lehimizə istifadə edəcəyimizi öyrəndik. İndi isə söz sizdədir. Sizcə bu sadaladığımız təsir prinsiplərindən ən çox hansına aldanırsınız? Qıtlıq sizi panikaya salır, avtoritet görəndə inanırsınız, yoxsa şirin sözlərə təslim olursunuz? Fikirlərinizi mütləq aşağıda şərhlərdə yazın, mən də oxuyub sizlə müzakirə edim və əgər bu icmal doğrudan da maraqlı oldusa, sizə nəsə qatdısa, videonu bəyənməyi, dostlarınızla paylaşmağı
olmağı və ən əsası kanalımıza abunə olmağı unutmayın. Beləliklə yeni analizləri də qaçırmamış olarsınız. Növbəti videolarda görüşənədək hələlik.